Salam, hər vaxtınız xeyir. Keçən əmzənin qıratı qaçırması qolunun ardını indi çəkirəm sizlərə. Birinci hissəni yerləşdirmişdim. Deməli dedik ki, Dəli Mehdər gəlib Koroğluya deyir ki, bəs Keçəl əmzə nə də Dürat burada yoxdur. Deməli Keçəl əmzə Düratı qaçırmışdı. Səbəb o idi ki, o deyirdi ki, kim biləcək ki, Düratdır yoxsa Qıratdır. Və Keçəl əmzənin bir aylıq möhləti dolmuşdu, 40 gün möhlət istəmişdi. Artıq onun başqa çarəsi qalmadığı üçün Düratı aparmışdı. Və bu xəbəri bura gətirib verən isə Dəli Mehdər olmuşdu. Dəlilər çaxnaşdılar, bir-birinə dəydilər. Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə. Axı onlar vaxtilə Koroğluya demişdilər ki, Həmzəyə inanma. Koroğlu isə onları saymayıb, Həmzəyə inanmışdı. Düratın buxovunu Həmzəyə vermişdi. Və başladılar məzəmmət eləməyə ki, biz sənə demədikmi tanımadığın adama etibar eləyib atı tapşırma. İgidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. İgidin atını apardılar ya arvadını, ikisi də namusdan sayılır. Ümumiyyətlə, Dəli Kür romanında da biz bunu görmüşdük ki, orada Allah yar Cahandar ağanın atının quyruğunu qırxmışdı. Deyir ya, at məsələsi belə namus sayılırdı. Məsələn, orada da namusa toxunulmuşdu, atla namus. Burada da deyir ya, atını apardılar ya arvadını namus kimi sayırdılar. Bizim qorxduğumuz quş quşluğu ilə Çənlibelin həndəvərindən gələ bilmirdi. Koroğlunun Çənlibelin dəlilərin adı gələndə paşalar, bəylər tir-tir əsirdilər. Gör indi nə iş yerə gəldi ki, Keçəl gədənin birisi gəlib buradan at apardı. İndi bu xəbər ətrafa yayılacaq, düşmənlər üstünə ayaq alacaq. Özün özəlinlə elə iş elədin ki, aləm yığılsaydı, sən eləyə bilməzdin. İndi de görək, Dürat hardan tapacaqsan, necə gətirəcəksən. Deməli, dəliləri düşündürən bir məsələ də vardı ki, deyir, əvvəl paşalar bizim adımız gələndə tir-tir əsirdilər. Amma deyir, onlar bizim üstümüzə gələcəklər. Çünki Keçəl gədənin biri gəlib buradan at apardısa, onlar da bu xəbəri alacaqdı, ətrafa yayılacaq və düşmənlər üstümüzə basqın edəcək. Deməli, dəlilərin narahat olduğu məsələlərdən biri idi. Koroğlu dedi, Dürat gedib qırat durur ki, minib gedib tapıb gətirərəm. Az məni məzəmmət eləyin. Dəlilər başladılar deyinməyə, gedərsən, gətirərsən, sən nə bilirsən ki, o kimdir? Hardan gəlmişdi? Atı hara yapardı? Koroğlu qəzəblənmişdi. Təqsirkardır, deyin, bir söz deyə bilmirdi. Deməli, onlara da bir söz deyə bilmirdi, günahın boynuna almışdı. Amma ki, acığından bığlarını gəmirirdi. Acığından bığlarını gəmirmək, əsəbləşmək, birdən dik qalxıb ayağa üzünü Eyvaza tutub dedi. Eyvaz, mənə şərab deməli, o, bütün hər şeyi unutmaq üçün şərab içmək istədi. Eyvaz şərab gətirdi, Koroğlu 7 baydəni dalbadal içdi, ondan sonra Dəli Mehdərə dönüb çığırdı ki, atı yəhərlə. Deməli, şərabı içəndən sonra atı yəhərləyir ki, Həmzənin arxasınca getsin. Koroğlu ifçin yəhərləyib Koroğlunun qabağına çəkdi. Qıratı ifçin yəhərləyib. Elə bil Koroğlunun dili lal olmuşdu. Kəlmə kəsdi, nə də heç dodağını da tərpətmədi. Atı minib yola düşdü. Koroğlu Qıratı sürməkdə olsun, sənə Həmzədən deyib. Həmzə canının qorxusundan bir yerdə düşüb dincəlməyib at sürürdü. Yolun üstündə 40 dəyirmanlar deyilən bir yer var idi. Oraya çatmaq az qalmışdı ki, dönüb geri baxdı. Gördü vallah yolda toz dumana qarışıb duman toza. Bir də diqqət eləyəndə gördü, budur Koroğlu Qıratın üstündə. Elə gəlir ki, ley kimi Keçəl əmzənin tüpürcəyi qurudu. Çünki Qırat çox sürətli bir at idi. Həmzə qabaqcadan getsə belə, Koroğlu Qıratı o qədər sürətlə çapırdı ki, artıq o Həmzəyə çatmışdı. Keçəl əmzənin tüpürcəyi qurudu, ha udqundu, gördü, yox, ağzının suyunu uda bilmir, elə onu deyə bildi ki, Düratı qamçılayıb özünü 40 dəyirmanların qapısına saldı. Çünki qaçsa belə Koroğlu onu tutacaqdı. Həmzə elə həmin an hiylə düşünür. Atdan düşdü, atı dəyirmanın qapısındakı dirəyə bağlayıb tələsik çağırdı. Ay dəyirmançı, bir tez eşiyə çıx. Dəyirmançı çıxdı, qardaş, nə istəyirsən, nə var? Həmzə deyir, bax, o yol ilə gələn Koroğludur. Çənlibeldən gəlir, ilxısına qotur düşübdür. Nə qədər dava dərman eləyib, bir şey çıxmayıb. Axırda həkim, kimyagər dəyirmançı beyni buyurub. İndi dəyirmançı beyni axtarır ki, atların qoturdan qurtarsın. Məni Hasan Paşa göndərib ki, dəyirmançılara xəbər verəm. Tez başına çarə qıl, yetişdə ömrünü tamam eləyəcək. Deməli, burada Həmzə dəyirmançıya yalandan deyir ki, Koroğlu dəyirmançı beyni axtarır. Yəni, bu yalanı da deməyin əsas səbəbkarı o idi ki, dəyirmançı
Dəyirmançı qorxuya düşsün və bu üzünü una batırıb dəyirmançının yerinə keçsin ki, gizlənə bilsin. Dəyirmançı dili tutar tutmaz dedi: "Ay qadan alım, bəs mən nə eləyim? Onun əlindən necə qurtarım? Bir bölük köç külfətim var. Gəl məni tərkini al, bir yana qaçır." Həmzə dedi: "Soyun paltarını, al mənim paltarımı gey. Get dəyirmanın donuzluğunda gizlə. Mən Koroğlunun ağzını bir yana salaram, çıxıb gedər." Dəyirmançı tez paltarını çıxarıb onun paltarını geydi. Qaçıb donuzluğa girdi. Həmzəyə də elə bu lazım idi ki, o qaçsın, gizlənsin. Tez onun paltarını geyinib dəyirmanın içinə girdi. Özünü də cübdan onluğun içinə salıb üzünü gözünü o ki var ona buladı. Və burada yadınızda saxlayın ki, Həmzənin dediyi yalanlardan biri də buydu ki, göy kimyagərin məsləhəti ilə burada kimyagər deyib ki, təmizlənməlidir. O hissəni mütləq yadda saxlayın. Çünki burada kimyagər məsələsi 2 dəfə düşür. O tərəfdə Koroğlu özünü dəyirmanın qapısına yetirib çağırdı. Ay dəyirmançı, çölə çıx. Keçən Həmzə dəyirmançı paltarında qapıya çıxıb soruşdu: "Nə buyurursan? Mənə görə nə qulluq?" Koroğlu dedi: "İndicə mənim qabamdan buraya gələn atlı necə oldu?" Həmzə tez satır içəridəkini, deyir ki, güya içəri girən Həmzədir. O da girib dəyirmanın donuzluğuna gizlənib. "Bilmirəm nə işi varsa, səni görən kimi qaçıb donuzluqda girdi. Mənə tapşırdı ki, yerini deməyim." Koroğlu atdan düşüb dedi: "Bir bu atı saxla. Bax, burada atı saxla görüm." Atın üzgəncini verir Həmzəyə. Ümumiyyətlə atın özü öz əli ilə verdisə, deməli Qırat Həmzə onu idarə eləyə bilərdi. Həmzə atı tutdu, Koroğlu dəyirmana girdi. Ağzını donuzluğa tutub dedi: "Aya, keçəl, belə çıx." Dəyirmançı biraz da o yana çəkilib dedi: "Haraya çıxım? Mənim sənin ilxının qoturuna dərman olası beynim yoxdur." O elə bilirdi ki, gəlib bunun beynini ala. "Ölsəm də çıxmaram." Koroğlu dedi: "Aya, keçəl, qotur nədir, beyin nədir? Belə çıx, sənlə işim yoxdur." Koroğlu gördü, yox, bu öz xoşuna dəyirmandan çıxmaq istəmir, irəli yeridi. Dəyirmançı qorxub lap divə çəkildi. Koroğlu bir addımda irəli atdı. Dəyirmançı qorxudan lap küncə qısılmaq istəyəndə paltarı ilişdi dəyirmanın çarxına. Çarx orqazmında dəyirmançısını bir təhər eləsin ki, Koroğlu aman verməyib cəld onun qıçından tutdu. Deməli, Koroğlu dəyirmançını ölümdən qurtardı. Baxdı Həmzə nə gəzir. Bu dəyirmançıymış. Başa düşdü ki, Həmzə onu aldadıb. Deməli, Həmzənin onu aldatması ikinci dəfə burada dəyirmanda olur. Tez bayıra tullandı. Görür indi Həmzə nə iş elədi. Keçən Həmzə Çənlibeldən Qırata baxdığı zaman Qıratdan yan yönəsinə hərləyib özünü mehriban eləmişdi. Yəni Qırata da arada baxmışdı deyə Qırat Həmzəni tanıyırdı. Bir də Qıratın belə bir xasiyyəti var idi ki, Koroğlu onun yüyənini kimə tapşırsa ona üzənci verərdi. Odur ki, Koroğlunun başı içəridə dəyirmançıya məşğul olan müddətdə Həmzə Qıratın gözlərini tumarlayıb mindi. Koroğlu dəyirmandan çıxıb baxdı ki, keçən Həmzə Qıratın belində, dəyirmandan da biraz aralı durub. Koroğlu bərk qəzəbləndi. Misri qılınc məsələsi bir də Vaqifdə var idi ki, Eldarın Misri qılıncı. Amma yadınızda qalsın ki, Eldar Misri qılıncla Qacarı öldürmürdü. Qacarı öldürən qapçı idi. Yəni Misri qılınc orada da keçir, burada da keçir. Hücum eləmək istədi, ancaq baxdı ki, bundan bir fayda olmayacaq. Qırat ayağını götürsə ona heç quş da çata bilməz. Başladı onu dilə tutmağa, dedi: "Aya, Çaloğlan, at geyin sürmüşəm, tərləyib. Eləmini incitmə, düş, al yedəyinə bir az gəzdir, təri soysun." Deyir ki, yəni atı birinci gəzdir, qoy təri soysun. Eybi yoxdur, mən yavaş-yavaş sürüb gedəcəyim, soyar. Bunu deyib Həmzə başladı atı gərdişə gətirməyə. Koroğlu vaxtı az qalır atın cəvcələrini kəssin. Koroğlunun ürəyi tamamlandı, dedi: "Tablamadı. Canım Həmzə, gözüm Həmzə. Həmzə incitmə Qıratı. Budur sənə sözüm Həmzə. Həmzə incitmə Qıratı." Birinci incitmə Qıratını oxuyur. "Qırat mənim dirəyim, əriyər qalmaz ürəyim. Sən olasan duz çörəyim. Həmzə incitmə Qıratı." Eşidər paşalar bəylər, şadlıq xəbərin söylər, Koroğlu iltimas eylər, bala incitmə Qıratı. Deməli, biz Dədə Qorqud dastanında demişdik ki, orada qoşma və cəraylı deyildi. Qoşma cəraylı deyildi. Amma Koroğlu dastanında isə qoşma və cəraylıdan istifadə olunur. Bax, Həmzə incitmə Qıratı isə cəraylısını oxuyur. Deməli, yadınızda qalsın ki, Kitab-ı Dədə Qorqudda nəzmlə nəsr kəskin şəkildə fərqlənmirdi. Kitab-ı Dədə Qorqudda qafiyəli nəsr verilmişdi. Bax, bunları yadda saxlayın. Amma Koroğluda isə konkret janrlar var idi. Qoşma janrı, cəraylı janrı. Həmzə dedi: "Koroğlu, igidliyin var, adın sanın var. Mərd adamsan. Bir ay süfrənin qırıq-qırığından yemişik. Onu niyə dilə gətirib başımıza vurursan? Heç sənə yaraşan sifət deyil. Bir at nədir ki, onun üçün bu qədər yalvarıb yaxarırsan?" Koroğlu dedi: "Həmzə, mən bilirəm, sən bu atı aparıb saxlayan minən deyilsən. Düzünü de görüm. Səni kimə öyrədib bura salıb ki, bu atı gəlib götürmüsən?" Həmzə dedi: "Koroğlu, eşid acı ol. Mən Çənlibeldə
Nə demişəm, hamısı doğrudur. Bu keçəlbaş bu gün dünyaya mənə dar eləyib, bir adama rəğbət eləyib məni qapısına qoymur. Deməli, doğrudan da bu keçəlliyi ucbatından qapılardan qovulması doğru idi. Çünki bax burada deyir, hamısı doğrudur. Bu keçəlbaş mənə dar eləyibdi bu dünyanı. Bir adam rəğbət eləyib məni qapısına qoymur. İndi bu atı aparıram, Toqatda verəm Hasan Paşaya. Bəlkə bir yolla Ağgünə çatam. Koroğlu dedi, aya bu tədbir Hasan Paşandır, elə özün bu fikrə düşmüsən. Həmzə deyir ki, elə Hasan Paşanın tədbiri idi də. Məni o göndəribdi. Koroğlu dedi, bala, indi ki belədir, düş atı ver özümə, dünya malına səni qərq eləyəcəm. Nə qədər pul istəyirsən, sənə verəcəm. Pul da, dünya malı da qərq eləyər. Həmzə güldü, dedi, Koroğlu, sən dünya görmüş adamsan. Niyə sən bilmirsən? Keçəli Allahı da aldada bilməz. Yaxşı, mən atdan düşəndən sonra sən Koroğlu məni sağ buraxarsan? Yox, aşna üz vurma. Keçəl suya getməz. Koroğlu dedi, aya Çaloğlan, indi sən elə atı mənim əlimdən alıb, aparıb Hasan Paşaya verəcəksən. Həmzə deyir ki, bəli, Koroğlu, keçəl mərd olar. Mən nəinki sənin atını, deyir ki, heç bir tükünü də qıyıb Hasan Paşaya verməyəcəm. Mən bilmirəm ki, sən axırda gəlib öz atına sahib olacaqsan. Yəni, bilirəm ki, sən öz atını gəlib götürəcəksən. Mən ona görə belə eləyirəm ki, ortada bir Ağgünə çıxam. Deməli, bunun səbəbi Ağgünə çıxmağımdır. Nə vaxt ki, Toqata gəldin, atın üzəngini özüm basıb səni ona mindirəcəyim. Bax, söz verir ki, atın üzəngini özüm basacağam. İndi day məni bağışla, getdim, yolum uzaqdır. Bax, bu hissə var, dəyirmanda söz verir və bu məsələ sevrilir. Söz dəyirmandaçıdır. Deməli, söz dəyirmandarçıdır, məsəlinə çevrilir. Koroğlu gördü ki, Həmzə at aparır, Həmzə indi yola gəlmirsən, at aparsan, bari əylən onun qiymətini deyib. Bunu deyib Koroğlu sazı basdı döşünə dedi, əylən deyim, qıratın qiymətini var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, bax, bu artıq qoşma janrı olacaqdır. Əylən deyim, qıratın qiymətini, 80 min sərkərdə mala da vermə. 80 min ilxiya, 80 min ata, 81 mahaldan gələn barata, 80 min çotana, cütə, çotanlı çala da vermə. Həmzə dedi, Koroğlu, arxayın ol, mən atı dünya malına verməyəcəm. Hasan Paşa ilə şərtim var. Atı ona verib, onun kiçik qızı Dona xanım alacağam. Koroğlu dedi, azalım, belə atda da bir qızı verərlərmi? Sazı döşünə basıb aldı sözünü, axır xanəsini dedi. Koroğlu dövlətin endirsin dizə. Yenə dövlət təklif edir. Say götür hamısını 80 min yüzə. 80 min gəlinə, 80 min qıza, 80 min ərgənə, dula da vermə. Həmzə dedi, Koroğlu, mən iş olanı sənə dedim. İndi özün bil. Mənə ad verirsən ver. Day mən gedirəm. Koroğlu dedi, Həmzə, indi ki belə oldu, apar get muradına çat. Ancaq mən gəlincə atı yaxşı saxla. Qoyma incisinlər. Sən ki bilirsən, at ki var, igidin qardaşıdır. Koroğlunun ürəyi kövrəldi. Sazı yenə döşünə bastı. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hecadısı artıq buna nə deyirik? Gəraylı. Bu da gəraylı janrı. Həmzə, atı yaxşı saxla. At igidin qardaşıdır. Gündə müğayət olub yoxla. At igidin qardaşıdır. Yay olanda dağa yollat. Yaz olanda ifçin allat. Qış olanda məxmər çullat. At igidin qardaşıdır. Atılı sevib bəslə körpə. Haykıranda çıxsın sarpay. Hər yeyəndə 40 tas arpa at igidin qardaşıdır. Sərin yu suyundan, quyruğunu bağla muyla. Qoz Koroğlu çox öyünən at igidin qardaşıdır. Həmzə dedi, Koroğlu, arxayın ol, inşallah gələrsən, görərsən. Koroğlu dedi, Həmzə get, amma mənim bu sifarişimi də Hasan Paşaya çatdır. Get də o paşaya köç eləməsin. Qırat gətirəm, qala qoymaram. Qoşun qıraram, varıntalaram. İlxısından bir day da qala qoymaram. İçmişəm baydəni, indi meyxoşam. Qıratın dərdindən dəli sərxoşam. Sözlərimi eşit, yaxşı bil paşa. Dağıdıb ölkəni qala qoymaram deyə, yəni mən onun başına toy açacağım. Həmzə dedi, gözüm üstə çatdıraram, ancaq sən tez gəl. Keçəl Həmzə bunu deyib, Qıratı səyirtdi, gözdən itir. Koroğlu Düratı qaytarmağa gəlmişdi, Qıratı əlindən verdi. Dəyirmanın qapısında yerdə oturub aldı görək nə dedi. Çünki oldun dəyirmançı, çağır gəlsin Dənkoroğlu. Bax, çünki oldun dəyirmançı, çağır gəlsin Dənkoroğlu. Bu müsbəti Fəxrəddində də deyilir. İndi mənə deyin, yazın görün. Bu müsbəti Fəxrəddindən kimin dilindən deyilirdi? Çünki oldun dəyirmançı, çağır gəlsin Dənkoroğlu. Çox rahatdır. Variant qoyuram. Cahangir ağanın dilindən, Fəxrəddinin dilindən, yoxsa Rüstəmin dilindən deyilir. Bax, bu məsəl. Hətta burada deyilə bilər ki, dastandan bir nümunə, Koroğlunun nitqindən bir nümunəyə yer verilib. Müsbət Fəxrəddin faciəsində kimin nitqi idi? Verdin qırı, aldın dürü, döy başına yan Koroğlu.
Qırat əldən getdi barı, canında qaldı intizarı, üydü arpa, buğda darı, al şahadın sən Koroğlu. Qırat burdan getdi bir gün, sinəmə vurdu dağ düyün, getdim dəlilərə nə deyim? Özü düşünür ki, mən dəlilərə nə deyəcəm? Öl burada, qal Koroğlu. Koroğlu özü ac idi, atı da arpasız. Dəyirmanda suyu sovub qalmışdı. Koroğlu gecəni at susuz yatdı, elə ki sabah açıldı, bir də baxdı budur. Kişi qabağında 2 yüklü öküz gəlir. Kişi gəlib yetişdi, biraz Koroğluya baxdı, bir paltar maltar şəsbəsinə baxıb dedi, a qardaş, dəyirmançı ana. Koroğlu dedi, dəyirmançı yoxdur, indi dəyirmanda mən dururam. Kişi inanmadı, amma Koroğlu macal vermədi. Bayaq öküzlərin üstündə çuvalların düyüşüb dəyirmana apardı. Sonra kişidən soruşdu. Deməli, bax, çuvalları birinci Koroğlu dəyirmana aparır, sonra soruşur. Qardaş, bunların içində heç arpa var, mənim atım arpasızdır, qorxuram damaq olar. Biraz ona arpa verim yesin. Kişi dedi, çuvalların ikisi arpadır, ikisi də buğda. Koroğlu baxdı ki, arpa çuvalları yarımçıqdır. Tez ikisini qarışdırıb bir çuval elədi. Düratın qabağına qoydu. Kişi istədi ki, qoymasın da. Koroğlu ona tərs baxdı. Kişi gördü ki, bu dəyirmançılardan deyil. Biraz da o yan bu yana eləsə çəkib çənəsindən ayıracaq. Yavaşca çəkilib bir tərəfdə durdu. Koroğlu özü yaman da acı idi. Dürat arpanı yeyənə qədər buğdanı da töküb üyütdü. Onluğa biraz buraxıb tez xamır qatdı, ocaq çatdı, çörək bişirdi. Öküzün də birini kəsdi, kabab çəkdi. Yeyib toqqanının altını bərkitdi. Doyandan sonra dönüb kişiyə baxdı. Gördü kişi çirimişsə durub madım-madım baxır onun üzünə. Dedi, əmi özünü itirmə, bu şeyləri mən yedim, pulu neçəyədir? Kişi dinmədi. Koroğlu gördü ki, kişi oradan qorxub çıxardı taxılın da, öküzün də pulunu 2 qat verib onu razı saldı. Sonra Dürat minib yola düşdü. Dəlilər xanımlar Koroğludan çox nigaran idilər. Gözlərini yola tikib onu gözləyirdilər. Bir də gördülər budur Koroğlu gəlir, amma necə gəlir? Düratı yedəyində başını tikib aşağı, özü də elədi ki, elə bil dəyirmançı. Dəlilər xanımlar o saat başa düşdülər ki, Keçəl Həmzə dəyirmanda Koroğlunu aldadıb. Qıratı da qaçırıb, hamı başına saldı aşağı, nə bir salam, nə bir kəlam, heç şefinin halını da soruşmadılar. Koroğlu gəlib çatdı, Eyvaz onun qabağına gəldi. Koroğlu neçə səfərlərə getmişdi, amma heç olmamışdı ki, qaydanda dəlilər belə etsinlər. Amma bu dəfə hələ bir tərəfdə dursun, xanımlar onun üzünə baxmırdılar. Deməli, dəlilər də, xanımlar da. Dəlilər salam vermirdilər. Eyvazın töhmətli sözləri Koroğluya dağdan ağır gəldi. Koroğlu elə bir hala düşdü ki, az qalırdı gözlərindən yaş gəlsin. Sazı sinəsinə basıb qəmli-qəmli dedi. Keçər dövran belə qalmaz, şad ol könlüm, nə məl olsan. Dəlilərin salam almaz, şad ol könlüm, nə məl olsan. Koroğluyam deyim sənə, ot tutub alışdı sinə, aşıqlığın bəsdir mənə, şad ol könlüm, nə məl olsan. Dəlilər o qədər incimişdi ki, bu sözləri ürəklərini yumuşaltmadı. Heç birisi Koroğlunun üzünə baxmadı, hələ bəzilər başladı dinib danışmağa. Birisi dedi, indi ki, biz dəlilərin sözü Koroğlunun yanında bir çürük qozdur. Daha burada qalmağımızdan nə çıxsa, söz Koroğluya acığına gəlir. Bir tərəfdən Qırat əlindən gedib, bir tərəfdən Həmzə kimi keçən biri onu aldadıb, öz dərdi özünə bəs deyilmiş kimi, indi də dəlilər buna tirib atırlar. Özünü saxlaya bilməyib birdən qayıtdı ki, mən heç kəsi burada güclə saxlamıram. Getmək istəyən getsin. Kim getmək istəyir, çıxıb getsin, at mənimdir, vermişəm, özüm bilərəm. Adam özünü sındırmayanda bir səfər get eləyəndə deyir, özüm bilərəm, özüm qəsdən eləmişəm. Bu söz dəliləri götürdü. Hamısı vəlvələyə düşdü, getmək üçün hazırlaşmağa başladılar. Nigar işi belə görəndə ayağa durdu. Dəliləri dayandırdı. Burada Nigar dəliləri deməli ağbirçəyi idi. Dəlilər bunu dinləyirdilər. Nigar da dəliləri dayandırır ki, bəs getməyin. Dəli Həsən qayıdıb oturdu, Eyvaz oturdu, Dəmirçioğlu oturdu. Deməli, Eyvaz da getmək istəyirdi. Dəlilər bir-bir qayıdıb oturdular. Nigar özü də onların arasına oturub üzünü Koroğluya yana çevirdi. Bu məlum müşkül vaxtında Nigarın küsməyi Koroğlunun lap ürəyini qubarlandırdı. Deməli, Koroğluya təsir edən Nigarın küsməyi idi. Uca dağlar başına çıxmağı kimdən öyrəndin? Sən mənim dəli könlümü yıxmağı kimdən öyrəndin? Ərisin dağların qarı, tökülsün çaylara sarı, Koroğlunun gözəl yarı, küsməyi kimdən öyrəndi? Söz tamam oldu, amma Nigar heç bir cavab vermədi. Heç başını qaldırıb onun üzünə də baxmadı. Koroğlu gördü, yox, elə belə küsmək deyil. Nigar da üz çevirib. Bu Koroğlu'nun hamısını bərk yer elədi. Saz sinəsinə bastı, dedi. Ala gözlü Nigar xanım, üzün məndən niyə döndü? Sənə qurban şirin canım, üzün məndən niyə döndü? Qoyun otlar quzu ilə, ayağının tozu ilə, müxənnətin sözü ilə, üzün məndən niyə döndü? Düşmən deməkdir. İcidin yatmasın vaxtı, yana çevrilməsin taxtı. Koroğlu'nun məlul vaxtı, üzün məndən niyə döndü? Nigar bir tərs-tərs ona baxdı, dedi. Sən işi
işi o yerə çatdırmırsan ki, dəlilərə gedin deyirsən. Deməli Nicara da bunun deməyə təsir eləmişdi. Onda əlini uzadıb sazı ondan aldı, dedi: "Bilirsiniz də, Nicar da Xodkarın qızı idi, Koroğluya qaçmışdı. Binadan gözəl olmayan telin qədrini nə bilir? Çöldə gəzən boz sərçələr gülün qədrini nə bilir? Gəl qoşub çotan əkməyən, nanın süfrəyə tökməyən, arın qəhrini çəkməyən, balın qədrini nə bilir? Utan qoz Koroğlu utan, dağlarda damanını tutan, sənin kimi başa çatan elin qədrini nə bilir?" Ustad deyir, Koroğlu Nicar xanımın bu sözündən sonra bir kəlmə də kəsmədi. Öz taksırını başa düşdü, durub birbaş getdi göyotun üstünə, üzü üstə düşdü. 3 gün, 3 gecə tamam açsız yatdı. Deməli, qıratı verəndən sonra çənli belə gəlir, fikirdən 3 gün, 3 gecə yemək yemədən yatır. Dəlilər də başa düşürlər ki, pis eləyiblər. Deməli, dəlilərin özləri də Koroğlunun üstünə getməyini anlamışlar. Ona ürək-dirək vermək yerinə biraz da ürəyini sıxdılar. Qəlbinə toxundular. Nə qədər o yan bu yana keçdilərsə, Koroğlu oyanmadı. Deyirlər, belə vaxtlarda üzü üstə düşüb düz 3 gün, 3 gecə yatardı. Dəmirçioğlu deyir ki, Nicar xan bu işi Eyvazla səndən açacaq. Bunu deyən, Eyvazla səndən açacağı deyən Dəmirçioğlu idi. Siz gərək onun ürəyini alasınız. Deməli, Dəmirçioğlu bu məsləhəti verir. Nicar deyir, yaxşı qoy yasın, duranda macal siz dağılıb gedin. Siz gözünə görünməyin, Eyvaz onu mənim yanıma gətirən, mən işi yoluna qoyaram. Dəlilər tədbir tökməkdə olsun, sizə kimdən deyim, Koroğludan. 3 günün tamamında Koroğlu yuxudan gördü. Tokatda Hasan Paşanın qabağındadır. Deməli, bu yuxu imtahanda düşür. Deməli, Koroğlu yuxuda görür ki, Tokatdadır, Hasan Paşanın qabağındadır. O qıratda altındadır. Bax, dürat yox, imtahanda dürat düşür, yanlışdır, qırat altındadır. Diksinib yuxudan oyandı. Baxdı ki, Eyvaz oturub onun başının üstündə. Özü də elədi ki, bircə sözə bəndə. Ağlasın. Koroğlunun ürəyi səməndər quşu kimi alışdı, yandı, sazı bağrına bastı. Eyvaz, məndən nə istəsən, candı mı, başdı mı nədir? Axıdırsan al gözdən, qandı mı, yaşdı mı nədir? Məclisdə dolanmır sağın, sinəm üstə getməz dağın. Tökülübdür qaşqabağın, boran mı, qışdı mı nədir? Dayan, qoz Koroğlu dayan, sözləri eylə bəyən. Yatıbsan qəflətdə oynayan, gördüyün düşdü mü nədir? Eyvaz dedi, dur gedək, dəlilər xanımlar səni gözlər. Koroğlu dedi, yox Eyvaz, yalan deyirsən. Mən ki, dəlilər xanımları özümə elə incitdim, onlar da mənim üzümə baxmazlar. Eyvaz nə qədər elədisə, Koroğlu durmadı, dedi, yox Eyvaz, mən gedib qıratı gətirməyincə onların üzünə baxa bilmərəm. Bu fikir mənə razıyam. Onda dur ayağa, geyin, yaraq götür, get. Koroğlu durdu ayağa, elə bir addım atmışdı, bir də baxdı, valla kimdirsə saz salır. Bir oxuyur, gəl görəsə. Deməli, bu kim idi? Qulaq verib gördü ki, Nicar xanım oxuyurdu, amma elə çalırdı ki, quşlar belə qanad saxlayıb həmin tamaşa eləyirdilər də Nicar xanımı. Belə baxanda gördü, Nicar yağı qoruğunun yanındakı çəmənliyinin başında dayanıb, yağı qoruğunun üstünü də tutub, deyir, ay ağalar, ay qazılar, ay bu gələn yar olaydı. Haqdan beləymiş yazılar, ay bu gələn yar olaydı. Bu gələn yar olaydı. Görək nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli, 8 hecadan ibarətdirsə gəraylıdır. Bunu Nicar xanım oxuyur. Ay bu gələn yar olaydı. Bağçalar olmasın narsız, heyvalar olmasın barsız, heç gözəl olmasın yarsız. Ay bu gələn yar olaydı. Ay bir mürvət çıxdı canım, müjganların tökdü qanım. Sənə qurban Nicar xanım, ay bu gələn yar olaydı. Eyvaz dedi, gördün ki, gəl. Koroğlu Nicara tərəf yönəldi. Gəlib çəmənə çatanda nə gördü? Burada bir məclis qurulub, gəl görəsən. Dəlilər, xanımlar, hamısı geyinib, keçinib onu gözləyir. Koroğlu məclisə girdi. Eyvaz özü saqi dolandırmağa başladı. Yedilər, içdilər, keyfləri kökəldi, damakları çağlandı. İnciklik yaddan çıxdı. Yenə də əvvəlki kimi oldular. Koroğlu Keçil əmzənin işinin necə ki olmuşdu, onlara danışdı. Məclisə gəlib bir yerdə oturub barışandan sonra danışır. Sonra sazı götürüb dedi, Allahı çağırıb düşürəm yola, bu dərdi sinəmdən qala qoymaram. Qıratım həsrəti yolum gözləyir, düşmanlar əlində qala qoymaram. Ah çəkərəm, hərdən köksüm ötürəm, yola düşüb mətləbimi bitirəm. Ya ölərəm, ya qıratı gətirəm, ay dolansa da ilə qoymaram. Koroğluyam, qoçoğluyam, qoçam mən. Çətin Cimərd meydanından qaçam mən. Havada dövr edən tərlan quşam mən. Sarılar şikarını ala qoymaram. Koroğlu ayaqda geyindi, başdan qıfıllandı, başdan geyindi, ayaqdan qıfıllandı, misri qılıncı bağladı. Qalxan astı, əmud götürdü, dava libasının üstündən bir kürk yeydi, çiyninə biraz sazı keçirdi. Tək başına payı piyada, tək başına geri kimləsi yox, payı piyada Tokada yola düşdü. Deməli, necə yola düşür? Piyada şəklində yola düşür, atlı getmir. Az getdi, çox getdi, gecəni gündüzə qatdı, gündüzü gecəyə qatdı, özünü Toka şəhərinə yetirdi. Baxdı ki, hava qaranqlaşıb bir qarının qapısını döydü. Ay qarı nənə, bu gecəliyə məni qonaq saxlayarsanmı? Niyə saxlamıram? Qonaq Allah qonağıdır deyir. İndi ki elədi, al məni yemək hazırla. Qarı pulu götürüb soruşdu, pulun qalanını nə eləyim?
Qalanı nədir? Hamısını al, bütün pulu verir. Deyir, tək canına bu qədər şey yeyəsən. Koroğlu yanından deyir ki, bəs mənim qonağım olacaqdı. Qarı tez bazara üz tutur. Düyüdən, yağdan alır, gətirir və 10 adamlıq yemək bişirir. Elə ki, yemək hazır oldu. Qarı gəlir deyir ki, bəs yemək hazırdır. Koroğlu deyir ki, ta mənim qonağım gələsi olmadı. Sən yeməyi gətir bura. Koroğlu deyir, qarı deyir, bəs hamısını yeyəsən? Koroğlu deyir, bəli, hamısını yeyəcəm. Qarı əvvəlcə inanmır, deyir ki, bu boyda adam hamısını yeyə bilməz ki, elə bu düz danışır. Fikir gördü ki, sonra Koroğlu hamısını bir pəncə, iki pəncə hamısını yeyir. Qarı da ar eləyib oturmamış da Koroğlu. Deyirdi, kişi ilə eyni süfrədə oturmayıb və mis məcməyi də qoyurdu bu yeməyi. Sonra qarı nənəyə təşrif eləyir, gəl ye. Qarı deyir ki, yox. Deyir, ac deyilsən ki. Deyir, yox, sən ye. Mən elə qoxusu ilə doymuşam. Qarı deyir, onsuz qalan artığında mən yeyərəm. Qarı yenə naz elədi, Koroğlu plova ilişdi. Bir pəncə, iki pəncə. Qarı ürəyində dedi ki, kəs Koroğlu bir dəfə də mənə deyərdi ki, gəl gedərdim. Yoxsa yemək zad qoyub qalmayacaq. Qarı dedi ki, sənin qonaqların gəlmədi. Bu sazı da ki, bir çalmalım. Koroğlu deyir, eybi yoxdur, sabah gələrlər, çaları. Sabah mən deyir, evdə olmayacağam. Qarı deyir, harda olacaqsan? Deyir, Həmzə bəyin toyu olacaq, ora gələcəm. Həmzə bəy kimdir? Koroğlu özünü güya tanımırdı. Həmzə bəy Hasan Paşanın bəs kürəkənidir. İgid oğlan adlandırır qarı Həmzəni. Gedib Koroğlu vara, eşidibsən? Koroğlu dedi, hə, eşitmişəm. Həmzə gedib Koroğlunun atını gətiribdi. Hasan Paşa da ona bəylik verib, üstəlik də qızı Dona xanımı verib. Koroğlu dedi, ay qarı nəni, bəs Koroğlu atı harda saxlayırlar? Hasan Paşanın tövləsində. Bax, Hasan Paşanın tövləsində saxlamasını qarı nənə deyir, toy olmasını qarı nənə deyir. Amma çər dəymiş deyirlər, yaman bəddir. Yanına bir adam da qoymur. Daha Hasan Paşanın tövləsində mehtər qalmayıb, hamısını şirşüt eləyib. İndi arpa samanını bacadan tökürlər. Hə, deyə, yəni arpasını, samanını bacadan tökürlər. Gərəz Koroğlu öyrənməsini, öyrəndi, bilməsini bildi. Ondan qarıya dedi, gecə keçir, gəlsənə yataq. Nə olar, mən səhər tezdən doya gələcəm. İstəsən sən də gələrsən, biraz da çalıb oxuyarsan, namərddən zaddan alarsan. Nəmərdən, üzürlü sayın, çox yorğunam. Ola bilər ki, sözlərin bəzilərini tərs oxudum. Nəmər, yəni pulda şirinlik mənasında. Qərəz gecəni yatdılar. Səhər Koroğlu durdu, geyinib keçindi. Qarını çağırıb bir ovuc da pul verdi. Dedi, əgər gecə gəldiyim şeydən meydan alarsan, yeyərik. Yox, gəlmədim, özün üçün xərclərsən. Koroğlunun buna pul verməsi 2 dəfə olur. Birincidə alır, gətirir, yeyir. İkinci də deyir ki, gəlsəm eləyərsən, gəlməsəm də sənə qalar. Koroğlu sözünü qurtarıb, sazı çiyninə aldı, yavaş-yavaş gəlib Hasan Paşanın imarətinə çatdı. Baxdı ki, bir toydur, gəl görəsən. Məclis, paşa, bəy, xan, tacirlə doludur. Bəli, eşitdilər ki, aşıq gəlibdi, hamı sevindi. Koroğlu çəkib məclisə apardılar, amma baxdılar ki, aşıq onlar görən aşıqdan deyil. Boyu ucadı, kürəyi enli, süysün elədir, gəl ki, süysünü kimi. Boynun əti girdin, bığları kəl boynuzu kimi. Sirinin sifətindən zəhm tökülürdü. Məclisdə paşalardan biri dedi, aşığı qara aşığısan. Koroğlu dedi ki, qafın anrı tayındanam, ağrın alım. Deməli, qafın deyir o biri tayından, qafdandır. Yaxşı, qafın. Paşa dedi, Koroğlunu tanıyırsan? Koroğlu deyir, yaxşı tanıyıram. Bir dəfə mənim başıma elə bir iş gətirib, dünya durduqca yadımdan çıxmaz. Nəyə iş? Koroğlu deyir ki, Koroğlunun bir çərdəymiş atı var, adına da Qırat deyirlər. Paşalar biri istədi danışsın, Hasan Paşa qoymadı. Koroğlu dedi, deyir ki, bəs at yaxşı atdır, amma dəlidir. Günlərin bir günü yolla gedirəm, elə bax bu sazda çiynimdəydi. Onu gördüm ki, məni qamarladı, gözümü bağlayıb diş götürdülər. Hara getdiyi, necə getdiyi bilmədim. Bir də gözümü açsın, baxdım ki, dağın üstündəyim. Qabağımda da Kəlpeysərin biri dayanıb. Sən demə, bura Çənlibeli imiş. Kəlpeysər də Koroğlu. İndi denə, məni buraya niyə gətirdilər? Sən demə, bu atın yenə dəliliyi tutubdu. Nə qədər dava, dərman eləyirlər, bir şey çıxmır. Yanına adam qoymurlar ki, qoymurlar. Cirinə kimi keçirirsə, şirşüt eləyir. Axırda Koroğlunun bir kimyagər həkim dostu vardı. Onu tapırlar. Həkim corbacur deyir ki, bəs atın cini var. Gələk bunun yanında 3 gün, 3 gecə saz çalına, söz oxuna, bəlkə bunun cini yata. O vaxtlar hələ Koroğlu çalıb oxumaq bilməzdi. Sən demə, mən başı daşılını bunun üçün gətiriblər. Qərəz baş ağrısı olmasın. Məni itələyib saldılar atın yanına. Deməli, bax, kimyagər məsələsi bir dəyirmanda olurdu ki, keçirəmizə dəyirmançının aldadanda deyir, kimyagər deyib ki, dəyirmançı beyni lazımdır. Bir də burada olur, Koroğlu kimyagər məsələsini deyir Hasan Paşaya ki, bəzi güya ki, onun atın cini var, çalıb oxuyanda dəliliyi tuturdu və sakitləşirdi. Deməli, o vaxtda deyir, Koroğlu çalıb oxumağı bilməzdi, ona görə də məni gətirmişdilər zorla.
Atın yanına. O 3 gündə məni neçə ehtimalla bilir. Dayı necə deyərlər, anadan əmdiyim süd burnumdan gəldi. Hasan Paşa tez soruşdu. Atı necə oldu, sağaldı? Koroğlu deyir, sağaldı. Elə Koroğlu ondan sonra çalıb oxumaq binasını qoydu. Deyirlər, indi yenə də 5-də, 15-də atın zini tutur. Dayı Koroğlu özü çalıb oxuyab, onu sağaldır. Yenə paşalardan biri istədi danışsın. Hasan Paşa gözünü ona ağartdı. Sonra aşpazı çağırdı ki, apar bu aşığı yedir, içir, doyur, sonra buraya gətir. Aşpaz Koroğlunu götürüb aşpazxanaya apardı. Hasan Paşa o qədər gözlədi, onlar məclisdən çıxdılar. Ondan sonra paşalara dedi: Qoy yesin, doysun, gəlsin, atın dərdini dedi. Dərmanını da özünə elətdirəcəyəm. Demə Hasan Paşa sevinir ki, güya hiyləgərlik eləyirəm də. Bunu da başını aldadıb atın dərmanını da bu eləyəcək. Paşalar hamısı onun fikrinə əhsən dedilər. Kef başladı. Paşalar kef eləməkdə olsunlar. Biz görək Koroğlu necə olur. Koroğlu deməli aşpazxanaya gedir, yemək yeyir. Bir sinə plov çəkdi, bir qab şərab tökdü, qoydu qabağına. Koroğlu soruşdu, bu nədir? Aşpaz deyir ki, bəs sənin üçün qoymuşam da. Koroğlu deyir, mən bundan doyanam. Sən qazanları gətirəm, mən qazan yeyəcəm. Əlini atıb qazanlardan birini çəkdi qabağına. Bir pəncə, iki pəncə, üçüncü pəncə yemək artıq qurtarırdı. Sən olasan oynandığın bil mənə de görüm. Sən kimsən, hara adamsan? Koroğlu elə bildi, aşpaz onu istəyən adamdır, dedi. Koroğlunun adını eşidibsən. Ümumiyyətlə burada Koroğlu çox saf verilib. Burada gəlir Hasan Paşanın aşpazına deyir ki, mən Koroğluyam. Söz elə Koroğlunun ağzından çıxacaq, aşpaz bağırdı. Burada Koroğlunun özü demir də mən Koroğluyam. Deyirsən Koroğlunu tanıyırsan. Elə bu sözü deyəndə aşpazın özü elə şübhələnmişdi Koroğludur və qışqırır. İstədi havar səçsin. Koroğlu dik qalxıb onu tutdu hulqumundan, yavaşca belini iki qat qatlayıb boş qazanların içinə ağzını ötdü. Özü də üstünə əyləşib o bir qazanı çəkdi qabağına. Qərəz neçə qazan boşaltdı bilmirəm. Neçə tuluq boşaltdı bilmirəm. Baxdı doyub özünü düzəltdi. Yağlı əllərini bığlarına keçirib durdu ayağa. Paşalar məclisinə Hasan Paşa soruşdu. Aşıq doydunmu? Koroğlu dedi. Bəli, qurbanın olum, doydum. Hasan Paşa dedi. Deyir, biraz çal, oxu, qulaq asaq. Koroğlu sazı köklədi, dedi. Kimdən deyim? Hasan Paşa deyir, sən deyirsən qıratı görmüşəm. Biraz qıratın deyir tərifindəndir. Xasiyyətindən, nişanından, oxu görək necə atdı. Koroğlu dedi, paşa sağ olsun, çər dəymir, çox yaxşı atdı. Bircə o cini olmasa. Sonra sazı bastı döşünə dedi, paşa sənə nişan verim qıratı. Əbrişim ipəkdən yağlı gərəkdi. Niyə belə oldu? Bir mina boyunlu, uca sağırlı, bir yarım hoqqadan nalı gərəkdi. Armudu dırnaqlı, hündür boyunlu. Meydana girəndə 100 min oyunlu. Dəyirman mədəli, acqurt yeyimli. Ortası qolanda doğulu gərəkdi. Qaranlıq gecədə yol çaşırmayan. Düşmanın qabağında ər düşürməyən. Üstündə əl-ayaq yığılışmayan Koroğlunun atı dəli gərəkdi. Söz tamam yetdi, Hasan Paşa dedi. Aşıq, dediyin haman o qırat bu saat mənim tövləmdədir. İndi de görüb, mən ki, onu Koroğlunun əlindən çıxarmışam. Mən icidəm, yoxsa Koroğlu? Koroğlu deyir ki, paşa, əgər doğrudan da sən onu Koroğlunun əlindən almısansa, sən icid adamsan. Demək, Koroğlu burada Hasan Paşanı icid adlandırır, amma dırnaq arası icid. Ancaq paşam icidlik ondur. Sən onun deyib birini eləmsən. Qalan qulaq as, o biriləri də mən sənə deyim. Sənə deyim qoç icidin nişanını. Ata yağırlarla meydan gərəkdir. Nərə çəkib atılanda ortaya qaça qabağında düşman gərəkdir. Deyir, yəni icid odur ki, onun qabağından düşman qaça bilsin. Təslim deyib qəniminə enməyə. Əcəl çağı yoldaşından dönməyə, düşmən qabağında heç vaxt sinməyə, meydanlarda qızmış aslan gərəkdir. Qoç Koroğlu meydan açıb öyünü, namər sinəsinə çəkər düyünü, ac qurtlardan saldırmağa qoyunu, qurd ağızlı qoçaq oğlan gərəkdir. Paşa dedi, aşıq birini eləmişəm, 9-unu da eləyərəm, görərsən. İndi aparacağam qıratın yanına, bir bax gör odur ya yox. Koroğlu bunu eşidəcək, sazı bastı bağrına. Canım qırat, gözüm qırat. Ya Rəbb, qırat dururmu ola? Hasan Paşa mehdərləri otun suyun verirmi ola? Qırat xələt biçəndə, üstünə badə içəndə, şeşbər yamanı keçəndə, sərxoş yerilmi ola? Qoş Koroğlu hanı, dostunla düşmanını tanı. Qırat ilə Eyvazxanı bir də gözün görürmü ola? Burada qıratla Eyvazı bərabərləşdirir. Söz tamam oldu. Hasan Paşa dedi. Gedək aşıq. Koroğlu dedi. Paşa gedək, amma bu başdan şərtimizlə deyirəm. Hamımız belə gedək tövlərin ağzına. Siz qapının deşiklərindən baxın. Əgər mənim çalmağım, oxumağımda təsir eləsə, sözüm yoxdur, girərəm. Yox, əgər eləmədi. Onda ləpisləri deyir, mənim boynumu da vursan, mən atın yanına girməyəcəm. Burada biraz cöp eləyir ki, lap inansınlar. Mən ondan gördüyümü görmüşəm. Paşa razı oldu. Koroğlu qabaqdan paşalardı isə dalda düzəlib yola düşdülər.
Hasan Paşa üzlə razı olmuşdu, amma daldan adamlarına tapşırmışdı ki, mən göz eləyəndə aşığı itələyib qıratın yanına salın. Qapını da bağlayın, bəlkə öz canının qorxusundan atı sağalda. Bəli, gəl-həcəl hamısı bir yerdə gəlib çıxdılar tövlənin qabağına. Koroğlu qapının deşiyindən baxdı, gördü vallah qırat elə qorxu alıb, gözləri tikilib qapıya. Elə baxır ki, adamın ürəyi yanır. Tez geri çəkildi, dedi: "Hə paşa, indi mən çalıb oxuyacağam, siz ata baxın." Paşalar arı kimi suvarlaşıb qapının çatlarına Koroğlu başladı, dedi: "Bizim elin dəliləri girər meydan mərd olur. Ölüncə meydandan qaçmaz, girəndə meydan gərd olur. Sal qayalar yurd olmaz, müxənnətə sözlər də olmaz. Saqqal ənliyi qurd olmaz, yenə qurd oğlu qurd olur. Dəlilər foçu-foçu, at minib düşmən qovucu. Belində misri qılıncı, Koroğlu kimi mərd olur. Qırat Koroğlunun səsini eşidəcək, az qaldı ki, tövlədən başını götürsün, elə oynadı ki, gəl görəsən. Hasan Paşa yanındakı adamlara sağ islahat qoymadı. Sevindiyindən onu dürtmələdi. Bunu diksəklədi, hamının simdikdən keçirdi. Koroğlu qurtaracaq, Hasan Paşa özünü atdı onun üstünə ki, aşıq tez ol gir içəri, sən dünya malına qərq eləyəcəm. İndi Koroğlu tanıyar ki, biz kimi, qoy indi 5 özündən deyəndə, onda bizdən desən. Qapını açdılar, Koroğlunu itələyib içəri saldılar. Qıratın yanına at Koroğlu görəcək kişnədi, elə kişnədi, damdaş lərzəyə gəldi. Koroğlunun ürəyi atlandı, sazı bastı döşünə, dedi: "Çənlibeldə səni deyib gəlmişəm, alma gözlüm qız birçəylim qıratça. Dəmir libas polad geyib gəlmişəm, alma gözlüm qız birçəylim qıratça. Əzəldən biləydim sənin alını, əşrəfdən kəsdirərdim nalını. Deyir ki, sənin nalını əşrəfdən kəsdirərdim, 100 gözələ toxutdurardım çulunu. Alma gözlü qız birçəylim qıratça. Mənim atım atılar, qulaqları qarğı kimi çatılar. Ucuzluqda 1000 tümənə satılar, alma gözlüm qız birçəylim qıratça." Koroğlunun sözləri ata elə bir qanat verdi ki, o da üzüb çaydan çıxdı. Koroğlu gördü, Hasan Paşa hələ də bürcdədi. Deməli Koroğlunun sözləri qol qanat verir və çaydan çıxır Koroğlu. Hasan Paşa da bürcdə durmuşdu. Hasan Paşa bu dəfə bürcə çıxdın, əlimdən qurtardın. Bax burada Hasan Paşanı öldürmür. Hasan Paşa atın qorxusundan bürcə çıxmışdı. Koroğlunun qorxusundan yox. Sonra o bürcdə qalmışdı. Görüm gələn dəfə haraya çıxacaqsın. Eybi yoxdur. Borclu borcunu, sağlığını istər. Sözünü deyib Koroğlu yol başladı. Gəl ha gəl, Çənlibelə çatdı. Qırat Çənlibelin qorxusunu alacaq, elə kişnədi ki, dağlar, daşlar dilə gəldi. Dəlilər töküldülər, atı tutdular. Koroğlunu düşürüb gətirdilər, hamı yığıldı. Soruşdular: "Koroğlu, danış görək nə elədin? Atı necə gətirdin?" Koroğlu dəyirmanda Həmzə ilə olan söhbətdən, Tona çayının bütün əhvalatından danışdı. Burada nəsə ixtisarla verilib bu hissələr. Bu hissə ixtisarla verilib. Buranı oxuyum, amma bu hissənin böyük hissəsini deyəcəm. Unutmayın, siz haqlı idiniz. Mən gərək etibar eləyib açarları ona verməyəydim. Ancaq bir iş oldu ki, amma yadınızdan çıxarmayın ki, mən də Koroğluyam. Nigar xanım gördü Koroğlu yenə qızışır. Tez söhbəti zarafata çevirdi, dəlilərə göz basıb dedi: "Koroğlu, biz sənin Koroğlu olmanı bilirik. Əgər bilməsəydik, sənin başına yığılmazdıq. Düzdür, igidsən, qoçaqsan, iş üzü bilənsən, amma belə sir-sifətdən çox qarasan." Dəlilər hamısı gülüşlər. Koroğlu özü dəcəlir, sonra sazı döşünə bastı, dedi: "Mənə qara deyən gözəl, qaşların qara deyilmi? Tökülüb dildalgərdəndə saçların qara deyilmi?" Sonunda da Koroğlu bunu oxuyur. Bu əsərin əlavəsi də var. Niyəsə burada qısa verilib. Baxın bu hissədən bir də baxaq. Deməli, Həmzə burada bu hissədən gözləyin. Mənim atım atlar, qulaqların qarğı kimi ucuzluqda 1000 tümənə satılar, alma gözlüm qız birçəylim qıratça. Burada Koroğlu sözü qurtardı, qucaqlayıb atın üzündən, gözündən öpdü. Qırat bunu onun qoynunun qoltuğuna soğub elə bir iyləridir ki, inək balası kimi. Koroğlu elə birdən-birə yuxudan ayıldı. Öz-özünə dedi: "Ey dili qafil, nə eləyirsən? Sən yağı içindəsən, özünü tanıdarsan." Tez qapıya yaxınlaşıb dedi: "Paşa, indi siz biraz aralı durun, mən atı çıxardım, gəzdirim," deyir Hasan Paşaya. "Biraz havazad dəysin, sonra tapşırım özünüzə. Amma paşa bilmirəm, gərək məni deməli razı salsın." Burada onu aldadır. "Arxayın ol, səni qızıla qulayacağam, zində canlıq eləyəcəyəm, mal-mülk verəcəyəm," deyir. Deməli, o qorxusuna Hasan Paşa çıxır burca. Başladılar gözləməyə. Koroğlu da ətrafa baxdı, gördü yəhər bir tərəfdədir, götürüb bastı atın belinə. Koroğlu atı yəhərləməkdə olsun, paşalar burçları gözləməkdə olsun. Keçəl Həmzə bəs neynirdi? Bu hissə o birində verilməmişdi. Keçəl Həmzə artıq olmuşdu Həmzə bəy. Axır ki, mətləbinə çatmışdı. Kef var idi ki, o da Həmzədə idi. Elə ki, toy günü
günü oldu. Səhər tezdən Həmzə bəy paltarını geyindi, papağını başına qoydu, keçəlini örtdü, Dona xanımı pəncərəsinin qabağına. O pəncərədə oturub camaatı tamaşa eləyirdi. Bir də gördü ki, Həmzə bir tozlana gəlir, Xoçkaroğludur. Gözlədi. Həmzə gəlib pəncərənin altında çatlanda başını çıxarıb dedi. Həmzə səsindən onu tanıdı. Ürəyi meydan kimi açıldı. Tez başını qaldırıb dedi. Can Həmzə, Həmzə deyən dillərinə Həmzə qurban olsun. Deməli, burada Dona xanım deyir ki, atam mənə səni vermək istəyir. Bir adam tapa bilmədi ki, sənə verdi. Xanım, mənim kimi adam ki, o tapaydı, kim mənim kimi igid ola bilər, gedib Koroğlunun qıratını gətirər. Yəni, Həmzə qıratı gətirməyi igidlik sayırdı, igidliyin bir meyarı kimi görürdü. Bəs sən heç utanmadın bir qızdan ötürü gedib elə bir igidin atını oğurladın? Xanım, niyə elə deyirsən? Bu oğurluq deyil ki, buna oğurluq deməzlər. Bunu igidlikdir. Koroğlunun atını gətirmək, onun gücünün yarısını gətirmək deməkdir. Həmzə belə oldu. Bax, budur, sənə deyirəm. Dona xanımın şərti olur. Gedib Koroğlunun özünü də gətirsən, mən baxam, görəm, o necə olanda məndən sənə yoxsa arvad olmayacaq deyir, Koroğlunu da gətir. Rəhmətliyin qızı, mən hələ onu dilsiz, ağızsız, qılınsız, qəməsiz atını gətirmişəm. Atını ondan əlindən alıb, aciz avara qalıb. Daha az qalıb ki, bütün Osmanlı qoşununu yığıb buraya töksün. Yenə də o atın öhdəsindən gələ bilmir. Koroğlu özü buraya gəlsə gör nələr olur deyə, yəni buranı dağıdar. Bir də ki, xanım, daha iş işdən keçib. Bizim bugün toyumuzdur. Dona da deyir, istəyir bir toy olmasın, 1000 toy olsun. Koroğlu buraya gəlməyincə məndən sənə arvad olmayacaq. Axı Həmzə də bunu atasına xəbərləyə bilməzdi. Deyəcəkdi, arvad sənindir, özün bacar. Bu da paşaya deyilməli söz deyildi. Gedib deyə, şikayət eləyə, qol kağızından zaddan alar. Deyə ki, o da cavabında, ay əfəl oğul əvvəl, sən məndən qız istədin, qızı vermişəm də, get o sən, o da sənin arvadı. Həmzə elə bu fikir xəyalda gəlib çatdı meydana, baxdı meydanda qaça-qaçdı. Soruşdu, nə var, haraya qaçırsınız? Həmzə belə baxanda gördü ki, paşalar hamısı dırmaşıbdılar burca, məsələni başa düşdü. Bildi ki, aşıq zat sözdür, Koroğludur məsələn. Tez özünü verdi tövlənin qabağına. Həmzə tövlənin qabağında tövlənin qapısı açıldı. Həmzə baxdı ki, bəli, Qoç Koroğlu qıratda yedəyindən tövlədən çıxır. Tez üzəncini baçdı. Bax, burada dedi, demişdi ki, sən gələndə üzəncini mən basacağam. Burada deyir ki, söz dəyirmandakıdır. Və bu hissə artıq məsələ çevrilibdir. Koroğlu belə baxanda gördü ki, üzənci basan Həmzədir, dedi. Aya, Kaloğlu, de görüm, bir qızı ala bildin ya yox, deyən sir sifətində düzəlibsə. Can Koroğlu, bu sifətimi düzəltmişəm, qızı da almışam. Sənin gəlməyin lap işi düzəltdi. Sən gəlməsəydin, işim şuluq idi. Nəyə görə belə deyir? Çünki Dona xanım demişdi ki, mən Koroğlunu görmək istəyirəm. Həmzə, necə Həmzə, Dona xanım deməli, hərbə qadağa qoydu ki, Koroğlu güldü və dedi, aya, Hasan Paşanı, Həmzə deyə qıratın qorxusundan qaçıb dırmaşıbdı. Koroğlu dedi, dayan, gör indi onun başına nə həncamı açacağım. Həmzə deyir, Koroğlu, sən qırat üçün gəlmişdin, onu da minmisən. Mən sənin yerində olsam, səssiz, sədasız gedərəm. Koroğlu dedi, səssiz, sədasız aparsam, mən olaram Həmzə də. Burada bir növ Həmzəyə söz ilişdirir ki, mən də gizli aparsam Həmzə olaram. Amma mən igidəm də, yəni namərd deyiləm, arxadan iş çevirəm. Onda sənlə mənim aramda day nə fərq olar? Həmzə başını saldı aşağı, Koroğlu dedi, de görüm, bu qaladan çıxmaq üçün neçə yol var? Həmzə artıq buradan çıxmaq üçün yolların sayını deyir. Deyir, buradan çıxmaq üçün 5 yol var. Bəndlərin kəsməmiş, sən qaladan çıxasan. Deyir, yoxsa qoşun bəndləri kəsəcək, qarşısında duracaq, çıxa bilməyəcəksən. Yoxsa sonra sənin olar. Koroğlu Həmzə ilə görüşüb ata bir üzənci göstərdi. At bayağa özünü yedirdi meydana, süzüb düz dayandı. Meydan ortasına Hasan Paşa dedi, aya aşıq, sən at minməyin də varmış, nə yaxşı sürürsən? Koroğlu dedi, laf eyləmə Hasan Paşa, ağır-ağır ellərim var, bir tamaşa eyləsən, qılınc salan qollarım var. Uca dağlardan daşlanır, ağır alaylar boşlanır, gəlsənə dava başlanır, icid-icid dəllərim var. Mən anadan mərd olmuşam, o çənli belə gəlmişəm, Koroğluyam, at minmişəm, 100 min belə feilim var. Feil iş deməkdir və amonim sözdür. Bir nitq hissəsi, bir də iş mənasına. Koroğlu meydanda gəldi, eləməkdə olsun, eşitsənə deyim Həmzə. Həmzə oradan birbaş Dona xanımın pəncərəsinə çağırdı ki, ay Dona xanım, ay Dona xanım. Dona xanım gəldi pəncərəyə, muştulumu ver, gəlmişəm sənin atanın toyuna çağıram. Atanın toyu deyəndə, yəni Koroğlunun başına açacağı oyundan danışırdı. Nə danışıram, atamın toyu nədir? İndi bu saat başlanır, səhər bizim toyumuz idi, indi də Hasan Paşanın toyudur.
qoydu. Dona xanım baxdı meydandan düz ortasında bir oğlan qıratın üstündə dayanıb dedi. Ədə o kimdir elə? Həmzə dedi. Dona xanım, axır ki bu bahanəni də kəsildi. Koroğludur, Koroğlu. Dona xanım əvvəl inanmadı. Bir də baxanda gördü. Valla bu atlı meydanda bir gərdiş eləyir. Üzünü də tutub Hasan Paşaya deyir. Murad bəyli deyirlər bizə. Meydanda mərdlik işlənir. Qoç igiddən oğul törər, düşman gözündən beşlənir. Uca dağlarda duraram, çəkib bəzircan vuraram. Gündə 302 quraram. 100.000 tümənlər xərclənir. Hay deyəndə haylarım var, hoy deyəndə hoylarım var, qurtlarım var, aylarım var. Hay vursam şəhərim boşlanır. Koroğlu oxuyanda paşalardan biri əyilib Hasan Paşaya deyir ki, Hasan Paşa, mənə nə deyəcəksən de, sənin bu aşığından deyir, mənim gözüm heç su içmir. Bu deyən Çənlibel adamıdır. Hələ lap da az qalıram deyəm ki, bu Koroğlunun özüdür. Bunu paşalardan biri deyir ki, Koroğluya bənzəyir. Hasan Paşa da deyir, yox, hər şey olmaz. Hasan Paşa, sən mənim sözümü qəribçiliyə salma. Koroğludur. Adam yolla, Həmzəni çağırsın. Paşalardan biri deyir ki, Həmzəni çağıraq, ondan soruşaq. Həmzəni çağırırlar. Hasan Paşa, Həmzə bəy, bax ki, bu Koroğludur, yoxsa yox. Həmzə baxdı, Koroğlu qıratın artıq üstündədir. 1000 dənə də Hasan Paşa gəlsə Koroğlunu tuta bilməz. Yəni əmin olur ki, Koroğlu rahat qaça biləcək. Ondan sonra Həmzə deyir ki, evin yıxılsın. Bəs bu Koroğludur da. Deməli burada Hasan Paşaya Koroğlu olmasını deməyi Həmzə deyirdi. Hasan Paşanın gözləri qaraldı. Əmr elədi ki, bütün yolları, bəndləri tutsunlar. Koroğlu başçı qoşun yolun birini tutdu. Üzünü Hasan Paşaya tutub dedi. Bir qasiddən xəbər aldım. 5-dir qalanın yolları. Burada bir qasid deyəndə Həmzəni nəzərdə tuturdu. Haykırdım, tüplər dağıldı. Boşdur qalanın yolları. Bunu deyib Koroğlu üzünü ikinci yola vurdu. Qoşun qabağını kəsdi. Koroğlu misir qılıncı çəkib üzünü qoşuna verdi. De, birini, 5-ini, 15-ini qoşun dağıldı. Koroğlu atı vurdu yola, gördü ki, at sətlik çəkir. Qəsdən yolu o qədər daş tökmüşdülər ki, Koroğlu gördü, atın ayaqları inciyəcək, bir tərəfdə də onun burçlarını oxa basırlar. Deməli, buradan Koroğluya ox da atırdılar. Atın başını döndərib yenə meydana qayıtdı, dedi. Çamanlar atar oxunu, al eylədim mən çoxunu, qırat tökər nalmıxını, daşdı qalanın yollar. Sözünü deyib üzünü vurdu 3-cü yola. Deməli, o 3 yoldan keçirdi. 1-ci yola gedəndə orada bəndlərlə tutmuşlar. 2-ci yol var idi ki, 2-ci yola verəndə burada daş tökmüşdülər. Koroğluna oxa basırdılar. 3-cü yola gedəndə isə qoşunu qoymadılar, qırıb tökdülər. Amma sən gəl qoşunun dalı kəsilmirdi. Biri ölürdü, 5-i gəldi. Koroğlu yolların hamısını özünü vurdusa, aradan çıxa bilmədi. Day yollardan leş-leşin üstünə qaladı. Koroğlu təzdən atı meydana qaytardı, dedi. Koroğlu deməz yalan, hay vursam ölkəni talan. Leş-leş üstünə qalan leşdi qalanın yollar. Toqat qalasının 3 tərəfi quru idi, bir tərəfi də su idi. 3 tərəfi quru, bir tərəfi su yolu idi. Bu da ki, Tona çayı idi. Hasan Paşa qəsdən o tərəfi tutturub, çay tərəfi də açıq qoymuşdu. Koroğlu ya bu yollarda öldürsünlər, ya da Koroğlu Tona çayına girəndə özü boğulub öləcəkdi. O bilirdi ki, Tona çayından salamat çıxmaq olmaz. Koroğlu bir ətrafa baxdı, bir də dönüb çaya baxdı. Sonra əyildi, qıratın boynunu qucaqlayıb dedi, mindim qıratın belini, kaş ki düşmən 100 olaydı. Çəkəndə misri qılıncı dərə təpə düz olaydı. Burada dərə təpənin düz olmasını istəyir. Atı minmişəm gəzməyə, düşman bağrını əzməyə, Tona çayını üzməyə, qırat birə qəvvaz olaydı. Verin 7'lik xərac, paşalar gətirsin bacı. Koroğlu çəkib qılıncı, düşman üzbəyiz olaydı. Bunu deyib Koroğlu atı mindi Tona çayına, at qulaqlarına qədər batdı suya. Bu su çıxdı Koroğlunun qurşağına. Koroğlu baxdı ki, su ata güc eləyir, at suya güc eləyir, gördü yox. Belə olsa su atı yıxacaq. Ceyrana bənzər qaçışın, addımla qurban qoluna, tərlana bənzər uçuşun, əl çalmaz ipək yalına, kəstirəm gümüşdən yəhər, tumarlarım axşam səhər, götür burdan qaç bir tərər, siqqə vurduram nalına. Koroğluyam güman belə, deməyindən gəlməzlər, məni çıxarıb çənli belə, qotaz düzdürəm çoluna. Koroğlu atı tərifləyir ki, at çıxsın. Koroğlu sözləri ata elə bir qolqanat verdi. Odur ki, üzünü çaydan çıxdı, Koroğlu dönüb geriyə baxdı. Gördü Hasan Paşa hələ də burcdadır. Çağırıb dedi, Hasan Paşa, bu dəfə burca çıxdın, qurtaldı. Amma borcunu sağlığında istər, görüşərik. Sözünü deyib Koroğlu yol başladı. Gəl, Çənlibelə çatdı. Çənlibeldən onun qoxusu alacaq at kişnədi. Dağlar dilə gəldi, dəlilər töküldü, atı tumarladı. Koroğlu nə elədin, necə gətirdin, soruşdular. Tona çayında Həmzə ilə olan söhbətini Koroğlu onlara danışır və deyir, siz haqlı idiniz, gərək etibar edib açarları ona verməzdim. Ancaq bir işdə oldu, amma siz yadınızdan çıxarmayın ki, mən də Koroğluyam. Nigar xanım gördü ki, bunun axırı davaya gedəcək, tez zarafata çevirir. Dəllərə göz basıb deyir, Koroğlu, sənin igid olmanı bilirik, amma çox
İgidsən, qoçaqsan, amma birə də qarasan, e. Dəlilər hamısı gülüşdü. Koroğlu özü də güldü. Sonra sazı döşünə basıb dedi: Əsər bu qədər, sağ olun, salamat qalın.